Salam, biologiya 8-ci sinif 1-ci hissədən xülasəyə baxaq. Burada bitki toxumaları verilir. Bildiyiniz kimi heyvan orqanizmləri kimi bitki orqanizmləri də toxumalardan təşkil olunubdur. Müəyyən quruluşu, funksiyası olan hüceyrələr və hüceyrə arası maddələr qrupu toxumaları əmələ gətirir. Toxumalar bitki toxumalarına gəlincən törədici meristem toxumasından və daimi toxumalardan ibarətdir. Belə ki, daimi toxumaların əmələ gəlməsində törədici toxumalar iştirak edir. Törədici toxumaların bir qrup hüceyrələri daimi bölünmə vəziyyətində, meristos vəziyyətində olsa da, bir qrupu daimi toxumaya əmələ gəlməyində iştirak edir. Yəni, onların arasında hüceyrələr ixtisaslaşaraq hər toxuma özünə məxsus funksiyaların yerinə yetirən quruluş və funksiyaya malik olurlar. Baxırıq törədici və yaxud meristem toxumasına. Yerləşmə yerindən asılı olaraq təpədə yerləşirsə təpə meristemi və yaxud apikal meristem də deyirlər ona. Cövdədə qabıqla oduncaq arasında yerləşirsə yan meristem və yaxud kambi deyirlər. Aralıq interkalyar meristem isə boğumların dibində yerləşmiş olur. Daimi meristemə gəlincən dedik ki, sadə və mürəkkəb olmaqla qruplaşdırılır. Bir-birinə bənzəyən yalnız bir növ hüceyrələrdən ibarət olanlar sadə hesab olunur. Bunlara mexaniki, parenxim, ifrazat toxumaları aiddir. Mürəkkəb, yəni birdən çox hüceyrə növündən ibarət olanlar hesab olunur ki, bunlara ötürücü toxumaya aid olan ksilem və floemi misal göstərmək olar. Burada çəhli bitki verilibdir. Çəhli bitkinin bildiyiniz kimi kök, gövdə və yarpaqlar vegetativ orqanları hesab olunur. Hər bir vegetativ orqanlar isə öz növbəsində ayrı-ayrı toxuma qruplarından təşkil olunubdur. Bax, burada zoğ verilibdir. Zoğun üzərində bildiyiniz kimi həm təpə tumurcuğu olur, həm qoltuq tumurcuğu, həm yarpaq olur, özü də cavan gövdə hissəsi hesab olunur. Bax, burada gördüyünüz bu sahədə apikal meristem verilibdir. Apikal meristem böyümə nöqtələrində olur. Ola bilər zoğun təpəsində olsun və yaxud ola bilər kökün ucunda olsun. Hər bir kökün ucunda apikal meristem mövcuddur ki, bu da uzundan böyüməni təmin eləyir. Əgər apikal meristemlər kəsilərsə, bu vaxtı zoğun uzundan böyüməsi və yaxud kökün uzundan böyüməsi dayanmış olur. Bu çəhli bitkidir gördüyünüz kimi və burada həmçinin interkalyar meristem gördüyünüz kimi boğumların dibində yerləşir. Yan meristem isə gövdədə en kəsiyində qabıqla oduncaq arasında yerləşir. Bax, burada ayrıca təsvir şəklində verilibdir. Keçirik mikroskopik quruluşuna. İstərsə kök, gövdə, yarpaq, hər bir orqan özü-özlüyündə mikroskopik quruluşa malikdir. Belə ki, bu kökün sorucu zonasının en kəsiyidir. Burada floem, ksilem bildiyiniz kimi artıq ötürücü toxumaya aiddir. Sonra burada qabıq hüceyrələri verilibdir. Həmçinin burada parenxim hüceyrələri bütün orqanlarda rast gəlinir. Kök tüstüyü epidermisin çıxıntıları şəklindədir. Epidermis isə örtük toxumasına aiddir. Bundan başqa gördüyünüz kimi kökün mərkəzində ksilem, sarı rəngdə nisbətən bax bu rəngdə olanlar isə floem hesab olunur. Bunlar isə ötürücü toxumaya qeyd elədik ki, aiddir. Ksilemlə su və suda həll olunmuş mineral duzlar kökdən soğurularaq gövdə vasitəsilə yarpaqlara ötürülür. Floemlə isə yarpaqlarda əmələ gələn üzvü maddələr digər orqanlara, kökə, gövdəyə və digər orqanlara çatdırılmış olur. Gövdənin enkəsiyinə baxsaq, gövdənin enkəsiyində bax bu ağ rəngdə halqa şəklində olan kambi qatıdır. Kambi qatının hüceyrələri törədici toxumaya aiddir. Bölünən bu hüceyrələr qabığa tərəf floemanı, mərkəzə tərəf isə ksilemə əmələ gətirir. Yəni, ötürücü toxumanın növlərini əmələ gətirir. Həm də illik halqanın əmələ gəlməyində iştirak edir. Gövdənin eninə qalınlaşması təmin olunur. Mərkəzdə özək yerləşir. Bildiyiniz kimi özək parenxima toxumasından, parenximdən təşkil olunubdur. Mexaniki toxuma, bax, floem liflərini misal göstərməyə olar burada yerləşən. Üzərini örtən isə örtük toxumasıdır.
və beləliklə gövdədə biz həm örtük toxmasını, həm parenxim toxmasını, həm ötürücü toxmanı, həm mexaniki toxmanı, həm də kombini özünü də götürsək, törədici toxmanı olduğunu görmüş oluruq. Törədici toxma kombi hüceyrələri qeyd elədik ki, yan meristem hesab olunur. Keçirik yarpağın mikroskopik quruluşuna baxanda görürük ki, alt epidermis, üst epidermis örtük toxmasından təşkil olunub. Onun altında parenxim hüceyrələri, mezofit hüceyrələri parenxim toxmasından təşkil olunub, hansı ki, bunların başlıca funksiyası fotosintezi həyata keçirməkdir. Burada həm ksilem, həm floem boruları var. Deməli, yarpağın damarlarında ötürücü toxmaya rast gəlinir, həmçinin damarların divarında isə liflər mövcuddur ki, bu isə mexaniki toxmadan ibarətdir. Buradan belə nəticəyə gəlirik ki, orqanların əmələ gəlməyində gördüyümüz kimi həm törədici, həm də daimi toxmalar iştirak edir. Həmin toxmalar qruplaşaraq ayrı-ayrı funksiyaları yerinə yetirirlər və orqanizmin bütöv bir orqanizm kimi fəaliyyət göstərməsini təmin etmiş olurlar. Bu qədər. Sağ olun.